Bugün dünyanın diqqət mərkəzində olan Hörmüz boğazı əslində kimindir? İranındır mı? Yoxsa Omana aiddir? Və ya ABŞ prezidenti Donald Trump'ın dediyi kimi yaxın gələcəkdə ABŞ ərazisinə çevrilə bilərmi? İlk baxışda bu sadə coğrafi sual kimi görünür, amma məsələ heç də o qədər sadə deyil. Çünki söhbət dünyanın ən strateji su yollarından birindən gedir və bugün Hörmüz boğazında baş verənlər artıq yalnız İranla Amerika Birləşmiş Ştatları arasında qarşıdurma deyil. Bu, qlobal enerji bazarının, beynəlxalq gəmiçiliyin və bütövlükdə dünya iqtisadiyyatının əsas məsələsidir. Müharibədən əvvəl Hörmüzdən gündə 130-dan çox kommersiya gəmisi keçirdi. İndi isə rəqəmlər kəskin şəkildə aşağı düşüb. Avqustun 15-də cəmi 5 kommersiya yük gəmisi keçib buradan. 16 avqustda isə heç bir kommersiya gəmisinin keçidi qeydə alınmayıb və bu çox ciddi bir dəyişiklikdir. Bəs niyə? Səbəb nədir? Çünki Hörmüzdən normal şəraitdə dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 5də biri keçir. Mayeləşdirilmiş təbii qazın da böyük hissəsi məhz bu marşrutdan asılıdır. Deməli, Hörmüzdə problem yarananda məsələ Tehranda və ya Vaşinqtonda qalmır. Pekinə də gedir uzanır. Dehliyə qədər gedib çatır. Hətta uzaq Tokyoya da təsir edir. Seula da öz təsirini göstərir və nəticədə dünyanın hər yerində enerji qiymətlərinə ciddi təsir edir. İndi gələk əsas məsələyə. Bəs Hörmüz boğazı əslində kimindir? Coğrafi və hüquqi baxımdan boğaz İran və Oman arasında yerləşir. Yəni Amerika Birləşmiş Ştatlarının burada ərazi suverenliyi yoxdur. Və bu məqamı xüsusilə vurğulamaq istərdim. Çünki Prezident Donald Trump son günlər Hörmüz üzərində ABŞ nəzarətindən və hətta gələcəkdə onu Amerika Birləşmiş Ştatları ərazisi kimi görmək ehtimalından danışır. Amma siyasi bəyanat başqa şeydir, beynəlxalq hüquq isə tam başqa. Bir dövlətin prezidenti başqa dövlətlərin ərazi sularını sadəcə və sadəcə bəyanatla öz ölkəsinin ərazisinə çevirə bilməz. Bu, beynəlxalq hüququn fundamental prinsipdir. Ona görə də Prezident Donald Trump'ın bu açıqlamasına hüquqi reallıqdan çox ciddi, siyasi və strateji mesaj kimi baxmaq daha doğru olar deyə düşünürəm. Və Vaşinqtonun əsas narahatlığı isə əslində başqadır. Amerika Birləşmiş Ştatları istəyir ki, Hörmüz beynəlxalq gəmiçilik üçün açıq qalsın. İran isə deyir ki, öz milli təhlükəsizliyi və ərazi suları üzərində nəzarət hüququ var və mübahisənin əsas xətti də məhz buradan keçir. Bəs bu məsələyə beynəlxalq hüquq nə deyir? BMT-nin Dəniz Hüququ Konvensiyasında beynəlxalq naviqasiya üçün istifadə olunan boğazlarla bağlı tranzit keçid prinsipi mövcuddur. Amma burada da hüquqi mübahisə mövcuddur. İran konvensiyanı imzalayıb, amma ratifikasiya etməyib. Amerika Birləşmiş Ştatları isə konvensiyanın tərəfi deyil. Lakin Vaşinqton hesab edir ki, belə strateji boğazlardan beynəlxalq gəmilərin keçid hüququ yalnız bir müqavilədən deyil, beynəlxalq hüquqda formalaşmış ümumi qaydalardan irəli gəlir. Tehran isə bu yanaşmanı qəbul etmir. Yəni, məsələni İran tam haqlıdır və ya ABŞ tam haqlıdır kimi təqdim etmək düzgün olmaz. Burada beynəlxalq hüquqla milli təhlükəsizlik maraqları ciddi şəkildə toqquşur. Amma Hörmüzün əsl əhəmiyyətini anlamaq üçün xəritədən biraz uzaqlaşmaq lazımdır. Təsəvvür edin, tanker Hörmüz boğazından keçə bilmir. Gəmi sahibi marşrutu dəyişir, sığorta şirkəti risk haqqını artırır, nəticədə daşınma bahalaşır, neft bahalaşır, sonra bunun təsiri yanacağa keçir, daha sonra logistika xərcləri artır. Yəni, Hörmüz xəritədə dar bir boğazıdır əslində, amma dünya iqtisadiyyatı üçün böyük bir şah damar kimidir. Və bu səbəbdən də bugün Vaşinqtonda da, Pekində də, Dehlidə də, Tokyoda da, Seulda da eyni sual verilir. Bəs Hörmüz boğazı nə vaxt və necə açılacaq? Burada bir başqa vacib məsələ də var. Hörmüz boğazının hüquqi olaraq açıq olması ilə faktiki olaraq açıq olması əslində eyni şey deyil. İran deyə bilər ki, biz boğazı bağlamamışıq, amma gəmi sahibi deyə bilər ki, mən bu marşrutdan keçməyə risk etmirəm. Sığorta şirkəti də eyni fikirdə ola bilər və bu halda boğaz əslində kağız üzərində açıq qalır, amma praktikada isə bağlıdır. Hazırki vəziyyətin ən ciddi tərəfi də məhz budur. Və son hücumlardan sonra kommersiya gəmiçiliyinin kəskin azalması da bunu bir daha göstərir. Bəs bizim üçün, Azərbaycan üçün bunun əhəmiyyəti nədir görəsən? Məncə bu sual
ayrıca vacibdir bizim üçün. Çünki Azərbaycan Hörmüzün birbaşa sahilyanı ölkəsi deyil. Üstəlik Azərbaycanın əsas neft və qaz ixrac marşrutları da Hörmüzdən keçmir. Amma Azərbaycan öz neftini əsasən Bakı, Tbilisi, Ceyhan vasitəsilə Aralıq dənizinə çıxarır. Qaz ixracında isə Cənub qaz dəhlisi və Türkiyə üzərindən Avropa bazarlarına çıxış əsas rol oynayır. Bu Bakı üçün mühüm üstünlükdür. Çünki Hörmüzdə böhran dərinləşdikcə Avropa enerji təhlükəsizliyində alternativ marşrutların əhəmiyyəti artır. Azərbaycanın enerji resurslarına maraq da arta bilər. Xüsusilə Avropanın yaxın şərqdəki enerji risklərini azaltmaq istədiyi bir vaxtda Azərbaycanın etibarlı təchizatçı kimi rolu daha da önə çıxa bilər. Yəni neft və qaz qiymətlərinin yüksəlməsi Azərbaycanın ixrac gəlirlərinə müəyyən qədər müsbət təsir göstərə bilər. Amma məsələnin digər tərəfi də var. Bölgədə müharibə uzandıqca risklər də artır və İran Azərbaycanın qonşusudur. Cənubi Qafqaz yaxın şərqə çox yaxındır. Nəqliyyat, logistika və sığorta xərclərinin artması Azərbaycana da təsir edə bilər. Üstəlik, İran üzərindən regional tranzit və Naxçıvanla bağlı nəqliyyat əlaqələri baxımından sabitlik Azərbaycanın birbaşa marağındadır. Yəni, Bakı üçün əsas optimal variant, yəni ən yaxşı ssenari neftin qiymətinin sadəcə yüksəlməsi deyil. Ən yaxşı ssenari regional sabitliyin qorunması və Azərbaycanın alternativ enerji və tranzit marşrutu kimi əhəmiyyətinin artmasıdır. Başqa sözlə, Azərbaycan üçün Hörmüz böhranının iqtisadi imkanları var, belə təhlükələri də mövcuddur. İndi isə yenidən İran və ABŞ məsələsinə qayıdaq. Məncə burada ən təhlükəli məqam tərəflərin kim qalib gələcək sualına fokuslanmasıdır. Bəli, çünki Hörmüzdə hərbi qarşıdurmanın qalibi çox çətin olacaq. Bir mina və ya bir dron, bir tanker və ya bir hərbi gəmi və vəziyyət bir neçə saat ərzində, bir an ərzində daha böyük müharibəyə çevrilə bilər. Və bu risk artıq tarixdə də yaşanıb. Xatırlayırsınızsa 1980-ci illərin İran-İraq müharibəsində tanker müharibəsi zamanı ABŞ hərbi gəmiləri körfəzə daxil olmuşdu. Və 1988-ci ildə İranın minası ABŞ-ın USS Samuel B. Roberts gəmisinə ciddi zərər vurdu. Bundan sonra ABŞ Praying Mantis əməliyyatını keçirdi. Yəni Hörmüzdə kiçik bir insidentin böyük qarşıdurmaya, geniş müharibəyə çevrilməsi yeni məsələ deyil. Bəs çıxış yolu nədir? Məncə hərbi həll yox, mərhələli diplomatik mexanizm lazımdır bu məsələdə və ilk növbədə kommersiya gəmilərinə hücumlar dayandırılmalıdır. Sonra İran və Oman arasında təhlükəsizlik məsələsi həll olunmalıdır. Yəni təhlükəsiz gəmiçilik marşrutu razılaşdırılmalıdır. Daha sonra Amerika Birləşmiş Ştatları və digər körfəz ölkələri bu mexanizmə cəlb edilməlidir. Belə beynəlxalq dənizçilik təşkilatının iştirakı da bu məsələdə faydalı ola bilər. Əsas prinsip isə çox sadədir. Heç bir tərəf Hörmüz boğazını öz siyasi mülkünə çevirməməlidir. İran öz təhlükəsizlik maraqlarını qorumalıdır, təbii. ABŞ da beynəlxalq gəmiçiliyin təhlükəsizliyini tələb edə bilər. Amma bu, ABŞ-a Hörmüz üzərində ərazi hüququ vermir. Eyni şəkildə İranın sahilyanı dövlət olması da ona beynəlxalq kommersiya gəmiçiliyini istədiyi kimi dayandırmaq və ya açmaq üçün limitsiz səlahiyyət vermir. Məncə Hörmüz böhranından çıxış yolu hərbi qarşıdurmanın daha da dərinləşdirilməsinə deyil, diplomatik razılaşmadır. İran və ABŞ müəyyən kompromisə getməli, Oman isə bu prosesdə vasitəçi rolunu daha da gücləndirməlidir və əsas məqsəd Hörmüzün mərhələli şəkildə təhlükəsiz gəmiçilik üçün açılması olmalıdır və bunun üçün ilk növbədə kommersiya gəmilərinə qarşı hücumlar dayandırılmalı, təhlükəsiz keçid marşrutları müəyyən edilməli və tərəflər bu marşrutların toxunulmazlığına ciddi şəkildə təminat verməlidir. Burada beynəlxalq mexanizmlərin, xüsusilə də beynəlxalq dənizçilik təşkilatının iştirakı da mühüm rol oynaya bilər. Çünki Hörmüzün açıq qalması nə yalnız İranın, nə də yalnız ABŞ-ın marağındadır. Bu, bütün dünya enerji bazarının marağıdır. Azərbaycan baxımından da ən məqbul nəticə məhz budur.
Bölgədə müharibənin genişlənməsi Azərbaycanın qonşuluğunda yeni təhlükəsizlik riskləri yarada bilər. Eyni zamanda enerji qiymətlərinin artması müəyyən iqtisadi üstünlüklər yarada bilər Azərbaycan üçün. Amma uzun müddətli regional qeyri-sabitlik, müharibə Azərbaycanın nəqliyyat, enerji və ticarət maraqlarına da mənfi təsir göstərə bilər. Ona görə də Bakı üçün ən doğru yanaşma regional sabitliyin və beynəlxalq enerji marşrutlarının qorunmasıdır.